Hər vaxtınız xeyir əziz izləyicilər. Qısa başlığı ilə yenidən qarşınızdayım. Belə bir məlumat qarşıma çıxdı. İstədim sizinlə də bunu paylaşım. Siz də öz növbənizdə bu videonu bəyənib paylaşın ki, daha çox insan bundan xəbərdar olsun. Gələn ildən kənd məktəblərinə işləməyə gedəcək gənc müəllimlərin əmək haqqına əlavə və stimullaşdırıcı ödənişlər ediləcək. Bu məsələ Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən pedaqoji ixtisaslı ali və orta ixtisas təhsil müəssisələrinin 9,9 mindən çox məzunu kənd rayonlarında yerləşən ümumi təhsil məktəblərinə işə cəlb olunacaq. Bu məqsədlə 20,1 milyon manat vəsait ayrılması planlaşdırılır. Vəsait gənc müəllimlərin yol və nəqliyyat xərcləri, əmlakın daşınması, yaşayış şəraitinin yaxşılaşdırılması, kommunal və kira haqqı kimi ehtiyacların qarşılaşmasına yönəldiləcək. Hesablamalara görə kənd məktəblərində işləyən hər bir gənc müəllim ildə orta hesabla əlavə 2000 manat bonus alacaq. Bax belə əziz izləyicilər, siz bununla bağlı bu maraqlı təşəbbüs barədə nə düşünürsünüz? Ümumiyyətlə müəllimlər üçün daha hansı stimullaşdırıcı addımlar atıla bilər? Fikirlərinizi şərhlərdə qeyd edə bilərsiniz. Bu arada səhifəmə abunə olmağı da unutmayın və ən əsası özünüzdən müğayət olun.